bu bina Mirzağa Əliyev 193'dür. 3 mərtəbəli binadır. İş yeri kimi işlədilib, iş yeridir bura. İcra hakimiyyətinin nümayəndələri alqı-satqı olmamasına baxmayaraq, hal-hazırda məhkəmə getdiyinə baxmayaraq və qərardad mənim əlimdə olmasına baxmayaraq, vəhşicəsinə gəlib daraşıblar, mənim mülkümü söküb qoyurlar yerə. Heç nə də əlimizdən gəlmir. Heç nə eləyə bilmirik. Kim bizə kömək eləsin, biz bilmirik. Bu arada Zülfəli İsmailov. Zülfəli müəllim, bu günləri elə Zülfəli İsmailov o göstərişi verdi ki, gedin, sökün. Arxadan vurublar ikinci mərtəbəni, buldozerlə söküblər. Qabaqdan da bax, bunu beləncə söküb dağıdırlar. Bizə belə hökumət lazım deyil. Bizə belə icra hakimiyyəti lazım deyil. Bu işğalçılıqdır. Bu terrordur öz xalqına qarşı. Sülh məramlı qüvvələr gəlib bu xalqı azad eləməlidir. Bizə bu insanlar, dövlət kimi bizə lazım deyil. Qanımızı içirlər, belə şey olar. Yasemin xanım, polisə xəbər vermişsiniz? Polisə xəbər vermişəm, polis gəldi, gördü mənim yaralanmağımı, əlim qolumu vurublar, yaralayıblar, bax qanun içindəyəm hal-hazırda. Dedi ki, biz ancaq sökülməyə baxmırıq, əgər sən zədələnibsənsə, biz sən ərzə yaza bilərsən. Mənim mülküm sökülür, ərzə yazacaq, mən əzilmişəm. Xəsarəti kimlər tərəfindən alınır? Bu da bunlardan, bu da ev sökənlərdən, bu da bunlardan aldım. Bax, bunlardan, bax, bunlardan, o 2 nəfərdən aldım. Əsas aparıcı qüvvədir o cüllütlər, o da. Bax elə. Altı ver mənə. Çıx deyələ burada dur, gözün yapsın. Yoru bir dənə vurur. Hal-hazırda siz nəzarət edirsiniz mi? Bəli. Sizin vəzifəniz nədir bilmirlər? Bizim vəzifəmiz fəhlə. Fəhləsiz siz. Bəli. Və icraçı kimi iştirak edirsiniz? İcraçı icrada oturur. İş icraçısı kimi. Bəli, iş icraçı icrada oturur. Əlinizdə sənəd var söküntü haqqında? Söküntü deyəndə sənət deyəndə ki, rayonuna gəlmişik, fəhlə adam işləyirik burada. Və sizə kim göstəriş verib? Bizə göstərik, söküntü ərazisidə girmişik görə bilirsiniz. Və ev satılmıyor baxı, ev yəsiz, ev O satılmıyor. biz bilmirik, var satılıb satılmayıb, yəni bizə deyilib, biz də sökürük. Sizə kim Kimlər deyib bəs? tərəfindən deyilir? Hə? Kim deyib? Yəni dövlət səviyyəsində görülən işdir bu. Kim deyib ki, yəni icazsız heç kim gündüzün gün orta vaxt icazsız girmiyorlar Sizə bura. tapşırığı kim Və ev verir? satılmıyor, icazəsiz girirsiniz də? Bu yəqin elə olar da. Nə İcazəsiz girirsə deməli qanunsuzdur da. İcazsız yəqin girilməz bura. Qanunsuzsa deməli dövlət eləyib də bunu. Deməli dövlət qanunsuzdur. Qəbul edirsiniz? Dövlət qanunsuz eləməz axı bu. Və ev yəsizdir, satmamışıq evi, necə Yəni olur? satmamışıq, ev yəsinə yəqin deyiblər, neçə vaxt xəbərdarlıq edirlər. Alqı-satqı üzrə. Deyirlər, o getmir. İndi bu da bütün yerlər sökülüb, bir də bu qalmayacaq ki. Sizin qanundan xəbəriniz var? Nə lazımdır qanundan, nə sual lazımdır sizə? Mülkiyyət maddəsi bilsin hissəniz maddədir. Siz mənə nə sual verirsiniz? Mən sizə sual verirəm ki, deyirsiniz qanuna uyğundur. Hə. Mən deyirəm ki, bu Yəni qanunsuz. dövlət səviyyəsində görülən işdə bu nə qanundan xəbərim var, yoxdur. Dövlət səviyyəsində görülən işdir. Mülkiyyət haqqında qanunda var ki, ev yəsi satmasa evi sökmək olmaz. Mülkiyyət haqqında deyəndə ki, bu ev yəsi xəbərdarlıq eləyiblər. 3 ay bundan qabaqcadan. Və 3 ay müddətində bu dalğı satışa getmir, sökürlər də yəqin. Yox, alqı-satqı getməsə mümkün deyil də sökmək. Yəni getməlidir də, bir də bu qalmalı deyir ki. Yox, mümkün deyil. O burada ərazi Qanun o imkan vermir axı. O təhlükəsizliyinə görə sökürlər o. Yəni ki, o qalıb orada. Nə təhlükəsizliyinə görə ya bu sökülməlidir, ərazi söküntü nəzarətindədir. Yox, qanun ona imkan vermir axı. Əgər ev satılmayıbsa, Qanun ona heç bir imkan zorakılıq vermir. olmamalıdır. O zorakılıq heç kim zorakılıq eləmir. Əllərində həm də məhkəmə qərardadı var ki, söküntü olmaz. Buna necə baxırsınız? O özləri bilərlər. Özləri kim bilər? Bilən bilər də yəqin. Sizi konkret bura kim göndərib? Bizi konkret özümüz gəlmişik. Necə özünüz öz başınıza gəlmisiniz? Bəli, öz başına. Onda bu iş cinayətçi, siz cinayətkar bir başa özünüzsüz. Bəli, Cinayətkarsınız. bəli. Oldu, bu sualımızı aldıq. Sağ olun. Mən daraşmışam, qapısı pəncərəsi çıxartdı, sən nə istəyirsən da?
gelsin bura. Biz istemiyoruz bu hükümeti. Silahlı koşun gelsin bura. Lazım değil bize bu hükümet. Beslesin daha 20 köpeğe istiyor evlerimizin yerini. Kıyamete düşsün onu. Evleri bile bu formada olsun. Dermedar olsun. Ne istiyor evlerden? Cemaattan ne istiyor bu? 20 köpeğe cemaatin evin mülkiyetini istiyor. Öz kızı için istiyor. Yediler azdı. Beslesin. Bir Azerbaycan servetini dağıdı kökümdür. Bir Azerbaycan servetini gelme dağ elimdir. Azerbaycan serveti bizim değil. Ancak onlar tutuldu bu. İstemiyoruz biz bu hükümeti. Bütün hariçlere baş eğilik. Silahlı koşun gelsin bize. İstemiyoruz bu hükümeti biz. Beslesin daha. Ay camı sınavdayım. Oluyor. Sırtım. Buyurun. Başına həyasız çıxsın. Sökürlər dağılır. Vəssalam. Hələ aşağıdakilərə baxın, aşağıdakiləri daşıyalım. Buldozer getdi. Yola oradadır, hələ gözləyir. Mən çəkirim, o gəlsin söksün. Mən bu yana gəlirəm, o çəkir, gəlir, sökür, gedir. Teyzəm mənasını sözünü deyəndə Yox ya, elə Yox, sözünü deyəndə xoşun Hala gəlmir. sən mən xoşum gəlmir, yox ya, xoşum gəlmir sən deyirsən. Fakt nədir onu da deyirəm. Fakt nədir onu Söküntü deyirəm. arasında qalıb hamı. Söküntü ərazisi Qarabağ yaratmışsınız. Burada heç xəbəriniz yoxdur özünüzdən. İkinci Qarabağı yaratmışsınız. Burada heç xəbəriniz Biraz yoxdur danışığa özünüzdən. diqqət edin. Necə qeybət? Əgər jurnalistsən, nəsə bilmirəm, biraz danışığa xahiş edirəm. Abi, Sənin kimi 2 dənə yaxşı oğlan görək var. Allah, Gör onlar elə yaxşı oğlanlar. diqqət sən. Onda peysə Onlar təyin yaxşı olursan, oğlanlar, gözündən o düz görmüşsün sən. hə, gözündən görmüşsün. Əlbəttə ki. Sözü deyirsiniz, elə öylənsə də Fransız gedirsiniz. Oğlan sənə təpətəcə gecə çıxaqlı boy yerə. Ay kişi, təkbətəkdən Sözün mənası odur dedi. Dersen buranın materialların pullarsın yaman yukarı kaldırır. Məni yuxarı qaldırırsan. Ha, yukarı kaldırsa. Yukarıdan geç. Hambal adam. Çok yukarı. Hambalsın gel git hükümete ayrı git.